Hörmətli saz söz adamları, siz aprelin 21-də axşam saat 19:00-da Rəşid Beypudov adına mahnı teatrında Aşıqpəri Məclisinin yaradıcısı, əməkdar mədəniyyət itçisi Narınc Xatunun xatirəsinə həsr olunmuş sazlı sözlü gecəyə dəvət edirik. Gecədə iştirak edirlər Solmaz Kösayeva, Gülara Azaflı, Sevil Ədalət, Zülfiyə İbadova, Kəmalə Qubadlı, Lətifə Çeşməli, Rəfiqə Göyçəli, Familə Göyçəli, Ruhiyyə Qarabağlı, Xəyalə Qərib qızı, Əfsanə Zəngəzurlu, Dərya Mərdənzadə, Nailə Hacıyeva, Fəridə Xocalı, əməkdar artist Rəhilə Bəndəliyeva, Elnarə Vahidova, Təranə Gədəbəyli, Xari Bülbül Saz Ansamblı, İrəvan Xalq Çalğı Alətlər Ansamblı və dəyərli söz adamları. Sazın seyri, sözün hikməti ruhunuzu oxşayacaq.